Bakıda və Abşeron yarımadasında martın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, amma gecə və axşam bəzi yerlərdə arabir yağıntılı olacağı proqnozlaşdırılır. Yeni Sabah az məlumat verir ki, ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-8 dərəcə isti, gündüz 9-13 dərəcə isti olacaq. Atmosfer təzyiqi 6 mm civə sütunundan 6 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80% olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir artacaq. Havanın temperaturu gecə 5-9 dərəcə isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-6 dərəcə isti olacaq. Hazırda bəzi ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin sürəti Bakıda və Abşeron yarımadasında 27, Tovuzda 20, Mingəçevir, Daşkəsən, Naftalan və Yardımlıda 18, Şamaxıda 16, Şəki və Şuşada 15 metr səviyyədək güclənib. Dağlıq ərazilərə qar yağıb, qarın hündürlüyü Şaxdağda 2 sm təşkil edir.